Mən sizə bir şey demək istəyirəm. Sağlam həyat tərzinin alternativi yoxdur. İnanın ki, onu əvəz edən heç nə yoxdur. Siz bütün xəstəliklərdən sağalmaq istəyirsinizsə, sağlam həyat tərzinə keçin. Siz dünyanı gəzsəz, alimlər, professorlar sizə nəsə bir məzun, nəsə bir qeyri-adi şey desələr, vallahi ki, boş-boş şeylər danışırlar. Sağlam həyat tərzindən o yanası yoxdur. Mən hamısını yoxlamışam. Bütün budur. Əgər siz bütün dərdlərdən, bəlalardan uzaq və bu ömrü sağlam başa vurmaq istəyirsinizsə, həkimsiz, dərmansız yaşamaq istəyirsinizsə, bir dənə yol var, o da sağlam həyat tərzidir. Vallahi ki, insanların çoxsu gəlir mənim üstümə ki, mənə yardım elə, proqramı başa salıram. Bəziləri gəlir üstümə, çoxsu 99% gəlir ki, mənə nəsə versin, sağalım. Mənə qeyri-adi bir şey ver. Sehirli məzun ver. Elə şey yoxdur. Elə şey yoxdur. Onlar hər şeyi qatma qarışıq yeyib və sağalmaq istəyirlər. Mən də bir dənə sehirli məzun verim. Xeyr, elə şey yoxdur. Keçən dəfə təxmini bir 3-4 gün, bir həftə olmaz, bir əmi gəlmişdi bizə. Deyəsən Ümid qəsəbəsindən gəlmişdi. İndi videonu yəqin ki, görəcək inşallah. Vallahi çox belə ürəyim açıldı, çox gözəl söhbət oldu. Adam gəlmişdi ki, qardaş, mən bağırsaqlarımı təmizləyib sağlam həyat tərzinə keçmək istəyirəm. Mənə gələn gərçək yağ ver. Bir dənəsini vermək istəyirdim, 3 dənəsini götürdüm, ayəmi. 3 dənəsini neyinirsən sən? Dedi, yox, mən bunu mütəmadi eləyəcəm. Mən həqiqi mənada sağlam həyat tərzinə keçmək istəyirəm. Bax, o insanlar sağalacaq. Çünki bilir. İnsanlar gəlir yanıma, deyirəm, bağırsaqları təmizləməlisən. Bəhanələr axtar, yox, mən ac qala bilməyəcəm. Mən 1 gün, 2 gün, 3 gün ac qala bilmərəm. Mən 1 gün ac qalsam ölərəm. O insanlar sağala bilməz. Sağala bilməz. Onlar sehirli məzun axtaranlardır. Sehirli məzun. Sağlam həyat tərzini əvəz eləyən dünyada heç nə yoxdur. Bütün xəstəliklərdən siz sağala bilərsiniz Allahın izni ilə. Odur ki, iradənizi qarşınıza qoyun. Bir xəstəlik yox. Bütün xəstəlikləri sağalda bilərsiniz. Bitkilər mənim üçün ikinci planda dayanır. Bitki ikinci planda dayanır. Yenə də deyirəm, təkrar. İnsanı sağaldan sağlam həyat tərzidir. Onun düzgün yaşamasıdır. Düzgün qidalanmasıdır. Qidaların arasında vaxtlara diqqət eləməlidir. Mütəmadi bağırsağını təmizləməlidir. Açıq havada gündə 1 saat yarım yürüyüş eləməlidir. İsti soyuq su terapiyası eləməlidir. Bunların hamısına diqqət eləməlidir. Vaxtında yatıb, vaxtında durulmalıdır. Mən yürüyüşü məsələm üçün bir gün yox, davamlı edirəm. Bu davamlı olmalıdır. Bir gün işim çıxdı, 2 gün işim çıxdı, sonra eləyərəm, qonaq getmişəm, yox. Bunu eləməlisiniz. Səhər də alındıra bilməsəz, axşam eləməlisiniz. Belə özünüzdən müğayət olun. Allah amanında. Sonda da onu deyə bilərəm ki, insan tam olaraq bütün xəstəliklərdən sağalır. Özünün həkimi olanda özünüz öz həkiminiz olun. Şüarım budur. Şüarım budur sona qədər. Nə qədər ki ağır xəstəliklərə tutulmamısınız, indidən başlayın. Bismillah eləyin, başlayın. Sağ olun, var olun.